Bugünkü dərsimiz olacaq termodinamikanın birinci qanunu və yaxud da buna istilik prosesində enerjinin saxlanması qanunu deyə bilərik. Bu nə deməkdir? Sistem bir haldan başqa bir hala keçəndə onun daxili enerjisində təbii ki, bir dəyişmə olur, düzdürmü? Yəni sistem bildi ki, daxili enerjini nə ilə dəyişə bilirdi? Ya istilik verməliydim, ya da iş görməliydim. Yəni bir haldan başqa bir hala keçmək, yəni buna ya istilik verilə bilər, ya iş görülə bilər. Bu hallarda sistemin daxili enerjisi təbii ki, dəyişir. Bəs bu daxili enerji, dəyişmiş daxili enerji nəyə bərabərdir? Bununla biz termodinamikanın birinci qanununu təyin edirik. Deməli, tərifimiz bu şəkildədir ki, sistem bir haldan digər hala keçdikdə daxili enerjisinin dəyişməsi xarici qüvvələrin sistem üzərində gördüyü işi ilə ona verilən istilik miqdarının cəminə bərabərdir. Bu da olur bizim üçün termodinamikanın birinci qanunu. Deməli, onda daxili enerji özü yox ha, dəyişməsi, daxili enerjinin dəyişməsi nəyə bərabər oldu? Görülən, belə deyək, daha doğrusu verilən istilik miqdarı, biz ona Q deyəcəyik təbii ki, verilən istilik miqdarı, bir də üstəgələ xarici qüvvələrin sistem üzərində gördüyü işə bərabər olur. İndi burada mən tutalım ki, xarici qüvvələrin işindən yox, qazın öz işindən danışmaq istəyirəm. Onda mən bilirəm ki, xarici qüvvələrin işi həmişə əks işarə ilə qazın işinə bərabərdir. Burada A ştrixlə işarələyəcəm qazın işini. Deməli, burada A olacaq xarici qüvvələrin işi. Aha, A ştrix isə olacaq qazın işi. Onda deməli biz termodinamikanın birinci qanununu təbii ki, dəyişmiş şəkildə də yaza bilərik. Biz əgər dediksə daxili enerji istilik miqdarı ilə xarici qüvvələrin gördüyü işin cəminə bərabərdir. Burada A-nın yerində biz istəsək, üstə gələk sanki mənfi A ştrix yaza bilərik də. Onda deməli Q çıxaq A ştrix şəklində də qeyd edə bilərik. Yəni bunun heç bir fərqi yoxdur. Əsas birini tutsaq, digərlərini təbii ki, özümüzdən də təyin edə bilərik. İndi burada bir sıra nüanslar var. O nüansları nəzərdən keçirəcəyik. Nədir bu nüanslar? Burada biz birinci qanunu izoproseslərə tətbiq edəcəyik. Yəni, bu qanun hansı hallarda ödənilir? İzotermik prosesdə bu necə olur? İzoxorda necə olur? İzobarda necə olur? O hallara baxacağıq. Gəlin, indi onu nəzərdən keçirək. Aha, indi birincisi, mən düşünürəm ki, izotermik prosesə baxırıq. Yazaq bura izotermik proses. Biz bilirik ki, izotermik prosesdə T bərabər konstantdır. Bundan başqa nə bilirdik? Biz demişdik ki, daxili enerji nəyə bərabər idi? Daxili enerji 2-də 3 nÜ/T idi. Yəni, biz buradan da əvvəl də qeyd etmişdik ki, izotermik prosesdə həm də daxili enerji də konstant olur. Əgər bir kəmiyyət sabitdirsə, həmin kəmiyyətin dəyişməsi də təbii ki, 0 olacaq da, düzdür? Deməli, burada daxili enerjinin dəyişməsi 0 olur. Onda bizim birinci qanunumuz necə bir şəkil alır? Biz demişdik ki, daxili enerji nəyə bərabər idi? Daxili enerji bərabər idi. İstilik miqdarı üstə ilə xarici qüvvələrin gördüyü iş. Əgər bunu mən 0 götürsəm, onda istilik miqdarı əks işarə ilə xarici qüvvələrin gördüyü işə və yaxud da elə qazın gördüyü işə bərabər olacaq. Bunları onda qeyd edirik. Aha, deməli bu oldu izotermik prosesdə birinci qanunun ifadəsi. İndi ikinci hala baxaq. İkinci halda fərz edirəm ki, izoxor prosesi nəzərdən keçiririk. Təbii ki, izoxor prosesində həcm sabitdir, amma bununla yanaşı nə də sabitdir? Biz demişdik ki, A iş, görülən iş nəyə bərabər idi? Yəni, ümumiyyətlə, fərqi yoxdur qazın işi və yaxud da xarici qüvvənin işi, P delta V idi. Yəni, burada əgər həcm sabitdirsə, həcmin dəyişməsi nə olacaq? Təbii ki, 0 olacaq. Onda burada görülən iş də 0 olacaq. Yenə də bizim izoprosesə birinci qanuna tətbiq edəsək, daxili enerji nəyə bərabərdir demişdik? Biz demişdik ki, burada belə qazın işi də 0 olur. İstər qazın işi, istər xarici qüvvənin işi, yəni fərqi yoxdur. Ümumiyyətlə, işi burada biz artıq 0 qəbul edirik. Onda daxili enerji bərabər olacaq istilik miqdarına. Yəni, burada üstə gələk 0 yazılacaq da. Çünki iş yoxdur axı. Üstə gələk 0 yazılacaq. Ona görə də daxili enerjinin dəyişməsi elə istilik miqdarına bərabər olacaq. Yəni, əgər sistem iş görmürsə, burada daxili enerji istilik miqdarı hesabına dəyişib də. Ona görə də təbii ki, onun dəyişməsinə bərabər olacaq. Ya da sistemə istilik temperatur sabit saxlamışamsa, istilik dəyişməmişəmsə, burada daxili enerji dəyişmiş olmur axı. Deməli, nə qədər istilik miqdarı vermişəmsə, elə həmin qədər də iş görülüb də. Yəni, burada bunlar təbii ki, bir-birinə bərabər olmalıdır. Aha.
Bu da bu şəkildə bizim ikinci halımız. Üçüncü halda izobar prosesi nəzərdən keçirsək, izobar prosesdə hər üçü ödənəcək. Bunu yadımızda saxlayaq. İzobar prosesdə birinci qanun elə bir ki, olduğu kimi ödənir də, belə deyək. Çünki burada məsələn P bərabər konstant halı üçün baxırıq deyə, izobar prosesdə P bərabər konstant olur axı. Ona görə də hər üç hal olduğu kimi ödənir. Yəni burada daxili enerji nəyə bərabər olacaq? Daxili enerji istilik miqdarı ilə xarici qüvvələrin gördüyü işin cəminə bərabər olacaq və yaxud da nə deyə bilərik? Daxili enerji istilik miqdarı ilə belə deyək də qazın gördüyü işin fərqinə bərabər olacaq. Yəni bunlar onsuz da əvvəldən bilirdik. Bu izobar prosesdə olan ifadələrdir belə deyək. Buradan təbii ki biz nə edə bilərik? Buradan təbii ki biz Q-nü də istəsək, yəni tapıb yaza bilərik də yerinə, düzdürmü? O da nəzərimizdə mütləq saxlayaq ki, Q-nü də istəsək tapıb yaza bilərik. Q burada delta U plus baxın bu düstura əsasən Q bərabərdir delta U plus H-. Yəni daxili enerji ilə qazın gördüyü işin cəminə bərabər olur istilik miqdarı. Bu da nəzərimizdə saxlayaq. Aha, bu şəkildə qeyd edə bilərik. Bir də var bizim dördüncü prosesimiz. Bəs dördüncü proses nədir? Dördüncü prosesə adiabat proses deyirik. Adiabat proses. Bu prosesin fərqi nədir? Adiabat prosesdə ətrafdan təcrid olunmuş sistemə baxırıq. Yəni bu əslində istiliyin dəyişmədiyi bir sistemdir. İstilik mübadiləsi olmayan sistem. Yəni burada Q-nü biz sıfır qəbul edəcəyik. Elə ki sistemə istilik miqdarı vermirik də bu şəkildə. İndi bəs burada nə baş verəcək? Burada da təbii ki daxili enerji birbaşa xarici qüvvələrin gördüyü işə bərabər olacaq. Düzdürmü? Çünki əslində Q üstə gələk A-dır. Sadəcə burada Q yoxdur da artıq. Onda birbaşa elə A-ya bərabər olacaq. Yəni əgər sistemə istilik verilməyibsə, daxili enerji təbii ki də elə görülən işə bərabər olacaq da. Başqa nəyə bərabər ola bilər ki? Ya da əks işarə ilə qazın gördüyü işə də bərabər götürə bilərik. Yəni bu da başqa bir nüansdır. Bir də adiabat prosesdə bir dənə qeyd var. Onu da mütləq qeyd etməliyik ki, adiabat prosesdə belə bir hadisə baş verir. Burada adiabat genişlənmə olanda, yəni tutalım ki, həcmi artır, düzdür? Həcm artanda burada bir şey var ki, izoproses kimi olmur. Onda temperatur azalır adiabat prosesdə. Həcm artanda temperatur azalır, təzyiq isə sürətlə azalır. Yəni çox-çox azalır, belə deyək. Amma bunun tərsi bu genişlənmə prosesidir, qeyd etdiyimiz kimi genişlənmə. Çünki burada görürəm ki, həcm neyinir? Həcm artır. İndi bunun tərsinə baxaq, tutalım ki, sıxılma prosesidir. Yəni həcm azalır. Həcm azalanda bu səfər temperatur artır. Temperatur artdığından təzyiq sürətlə artır. Yəni 2 qat artır, belə deyək. Bu da sıxılma prosesidir. Bunlar heç vaxt belə olmur ha əslində. Yəni bir söz deyim, bizdən deyərsiniz ki, müəllimə, bəs həcmlə temperatur burada tərs asılı oldu. Amma burada təzyiq sabit deyil də. Onsuz da biz deməmişik ki, izoproseslər burada ödənmir, qaz qanunları ödənmir. Sadəcə bunu qeyd kimi qəbul ediləmişik. İstilik miqdarı olmayanda bu proses baş verir. Yəni bu vacib bir qeyddir. Çalışaq ki, bunu mütləq şəkildə belə deyim də yadımızda saxlayaq. Aha, bu olur bizim nəyimiz? Bu olur bizim birinci qanunun izoproseslərə tətbiqi. İndi bunların içərisində bir dənə də izobar prosesə aid qeyd yazacağam. Niyə? Çünki izotermikdə delta U 0 oldu, izoxorda A 0 oldu, amma izobarda heç biri 0 olmur da. Birinci qanun olduğu kimi ödənir. Ona görə də izobar prosesdə bir dənə nüansımız var. İndi onu nəzərdən keçirək. Qeyd kimi yazıram nə? Baxıram izobar prosesə. İzobar prosesdə biz demişik ki, P bərabər konstantdır. Bu heç. Bu halda da birinci qanun olduğu kimi ödənir. Bəs burada nəyə bərabərdir onu bilmək lazımdır. Biz əvvəlki dərslərimizdən artıq daxili enerji nəyə bərabər olduğunu bildik. Düzdürmü? 2-də 3 P delta V demişdik da. Yəni nüertenin də yerinə P delta V yazmışdıq. Bəs iş nəyə bərabərdir? Termodinamikada işi keçmişdik keçən dərsdən. Bilirdik ki, P delta V-yə bərabərdir. Düzdürmü? İndi gəlin burada verilən istilik miqdarını tapaq. Q nəyə bərabər idi? Birinci qanuna görə Q, belə deyək də, daxili enerjinin dəyişməsi ilə görülən işin cəminə bərabər idi. Düzdürmü? Yəni qazın gördüyü işin cəminə bərabərdir. Onda o da bərabərdir. Görün neynirəm? Delta U-nun yerində nə yazacağam? Delta U-nun yerində 2-də 3 P delta V yazıram. İşin yerində isə P delta V yazıram. Belə. İndi burada da mən nə alıram? P delta V-ni 2-də 2 kimi düşünsəm, düzdürmü? 1-də. Onda olur 2-də 5 P delta V. Düzdürmü? 2-də 5 P delta V.
Bu da olur istilik miqdarının düsturu. Fikir verdinizmi? İstilik miqdarının düsturu. İndi bəs burada mən nəyə fikir verirəm? Mən görürəm ki, baxın, 2-də 5, 2-də 5. 2-də 3-dən, 2-də 3-ün neçənci faizidir? 2-də 3 daha doğrusu 2-də 5-in 60 faizidir. Bəs 2-də 5 P delta V-nin 40 faizidir. Onda belə çıxır ki, əgər sən qaza istilik miqdarı vermisənsə, bu istilik miqdarının 60 faizi daxili enerjidir. 40 faizi görülən işdir. Çünki ümumilikdə 2-də 5 aldım. Ümumilikdə 2-də 5 almışam, düzdürmü? Bu 2-də 5-in 2-də 3 P delta V-si daxili enerjidir. P delta V-si işdir. Bunu sadəcə faizlərlə ifadə edirəm da, düzdürmü? Sadəcə faizlərlə ifadə edirəm. İndi gəlin faizlərlə sübutuna da baxaq. Baxın, düşünürəm ki, birinci belə eləyək də, əvvəl delta U-nu bölürəm Q-yə, yəni 2-də 3 P delta V-ni bölürəm 2-də 5 P delta V-yə. Düzdürmü? Yəni yerində yazdım da. Aha, buradan da ixtisarlarım gedir. Nə alınır? Belə deyək də, 2-lər hər tərəfdə ixtisar gedir, 5-də 3 qalır. 5-də 3 də uşaqlar nə deməkdir? 5-də 3 0.6 deməkdir. 60% deməkdir da. Düzdür? Baxın, faizdən ifadə elədim. Və yaxud da işin də payına düşəni görək. İş nə idi? İşi bölürəm Q-yə. O da bərabərdir. Yəni P delta V-ni bölürəm. Deməli 2-də 3, daha doğrusu 2-də 5 P delta V-yə, düzdürmü? Yəni öz yerində bunlar. Buradan P delta V-ləri də ixtisar aparıram. Onda nə alınır? Onda burada bizdən alınır 5-də 2. Düzdürmü? 5-də 2. Bu da 0.2 deməkdir da. Üzr istəyirəm, 0.4 deməkdir da. 0.4-də 40% deməkdir. Deməli, ümumilikdə 100% verdimi? Verdi. Deməli, 100%-in qaza verilən istilik miqdarının 0.6 hissəsi, başqa sözlə 60% daxili enerjinin dəyişməsinə, 0.4 hissəsi isə başqa sözlə 40% isə görülən işə sərf olunur. Bunu mütləq şəkildə yadımızda saxlamalıyıq. Daha sonra biz burada nə deyə bilərik? Sabit təzyiqdə gəlin bir dənə başqa bir izobar prosesdə başqa bir qaydaya baxaq. İzobar prosesdə deməli mən Q-nü nə aldım? Q bərabərdir, deməli 2-də 5 P delta V dedim. Onun da yerinə asanlıqla mən nöRT yaza bilərəm. nöRT-ni də gör necə yazıram? M böl RT. Yaza bilərəm də, mənə heç kim deyə bilməz. Bir də keçən dərs istilik miqdarı keçdik. Oradan mən nə öyrəndim? İstilik miqdarı nəyə bərabərdir? Sm delta T. Düzdür? Sm delta T. Vəssalam. İndi burada dəyişmə kimi götürəcəyik də, bu da delta T-dir. Vəssalam. İndi bunların ikisi də istilik miqdarı üçün olan düsturlardır. İzobar prosesdən söhbət gedir. Bunları bir-birinə mən bərabər qoya bilərəm də. Niyə də olmasın? Onda yazıram 2-də 5 M bölək M, bu nünün yerindədir. RT bərabərdir SMT. Yəni delta da uşaqlar bunların hər ikisi deltadır, delta T. Aha, indi nə baş verdi? Delta T'lər hər iki tərəfdən ixtisar getdimi? Kütlələr hər iki tərəfdən ixtisar getdimi? Getdi. Onda mən burada deməli istilik tutumu üçün nə aldım? İstilik tutumu deməli bərabər olacaq nəyə? R bölək M. 2-də 5-i qoyaq qabağa. 2-də 5 R bölək M. Vəssalam, R bölək M. Bu da oldu bizim deməli P konstant olan hal üçün, izobar proses üçün nəyimiz? İzobar proses üçün xüsusi istilik tutumunun ifadəsi. Yəni bu da bizə ola bilər cəhətdə lazım olsun. Bura P yazıram ki, biləsiniz ki, yəni burada izobar prosesdən söhbət gedir də. Bir də izoxor proses var. Gəlin bir dənə də izoxor prosesi nəzərdən keçirək uşaqlar. İzoxor prosesdə nə baş verəcək? İzoxor prosesdə həcm sabit idi. Düzdür? Həcm sabit idi. V bərabər konstant idi. Həcm sabit olduğundan da iş yox idi. İş 0 idi. Onda deməli Q nəyə bərabər idi orada? Q delta U-ya bərabər idi. Yəni Q-nün artıq 2-də 5 yazanmarsan axı. 2-də 3 P delta V yazırsan Q-nü. Vəssalam. Bir də Q-nün yenə də Sm delta T düsturu öz yerində. P delta V yazmayaq. Gəlin yenə də nöRT-ni yazaq da M bölü M bölü RT. Onsuz onlar bir-birinə bərabərdir da. Mendeleyev kriteryumundan bildik. Aha, belə. Bir də Q-nün Sm delta T düsturu var da. O istəyir izobar olsun, izoxor olsun, fərqi yoxdur. Bunları yenə bir-birinə bərabər qoyanda mən nə alıram? S, yəni V-nin sabit üçün bu səfər 2-də 3 ilə alıram. Düzdürmü? 2-də 3 R bölək M şəklində olur ki, bu da paralel olanda bizim üçün xüsusi istilik tutumunun üzr istəyirəm, paralel olanda nə idi? Həcm sabit olanda xüsusi istilik tutumunun ifadəsidir. İndi təzyiq sabit olanda alınan ifadədən həcm sabit olanda alınan ifadə çıxarıq.
Yəni 2-də 5-dən 2-də 3-ün də çıxanda nə qalır? 2-də 2, yəni 1. R bölək M qalır da, düzdür? Burada belə M deyil, bu molyar kütlədir. Aha, belə molyar kütlədən söhbət gedir burada. Vəssalam. Yəni bu şəkildə bunları da mütləq şəkildə yadımızda saxlayaq. Aha, indi danışırıq istilik mühərriklərindən. İstilik mühərrikləri nədir? Ümumiyyətlə istilik mühərrikləri bizim malik olduğumuz bu daxili enerji anlayışı var ha. Bu daxili enerjini çevirirlər mexaniki enerjiyə. Yəni burada biz istilik mühərrikləri hesabına məsələn bugünkü işlətdiyimiz avtomobillərdir, hər hansı təyyarələrdir, gəmilərdir, nə bilim qurğular da, bunların hamısı istilik mühərrikləri hesab olunur və onlarda nə baş verir? Onlarda mühərrikin daxili enerjisi çevrilir mexaniki enerjiyə və mühərrik hərəkət edir, düzdürmü? Ümumiyyətlə istilik maşınları belə deyə bilərsiniz ki, bir cisimdən istilik miqdarı alaraq digər cismə verməkdə dövrü proses icra edən sistemdir. İstilik maşınlarının da əsasən iki növ var: istilik mühərrikləri və soyuducu qurğular. İndi İstilik mühərrikləri yanacağın dediyimiz kimi daxili enerjisini mexaniki enerjiyə çevirən qurğulardır və əsas istilik mühərriyinin iki növü var: buxar turbini və daxili yanma mühərrikləri. İndi bunlar haqqında qısa məlumat verib sonra əsas məsələyə keçəcəm. Aha, baxın, buxar turbini belə bir şeydir. Ən sadə buxar turbini 4 hissədən ibarətdir. Birinci hissəyə, deməli, bu diskdən bir dənə val keçirdirik. Baxın, bu 1 ilə işarə olunan valdır. Bu 2 diskin özüdür. Diskin elə ortası boşdur, içindən bir dənə val keçirirsən, bunun adı valdır. Sonra diskin ətrafında belə bu şəkildə üçdə şəklindəki kimi pərlər var və bir də qıraqdan soplu adlanan borular var. Burada proses necə gedir? Deməli, bu soplu adlanan boru gedir hara birləşir? Bir dənə, başqa rənglə çəkim, burada görə bilərsiniz. Bu soplu adlanan boru gedir bir dənə qazana birləşir. Su qazanına. O qazanın içində su var və altından da ocaq var, o su qaynayır. O su qaynadıqca nə baş verir? Əməlli buradan buxar əmələ gəlir, düzdür? Amma əmələ gələn buxarlar da elə belə buxar deyil, çox böyük sürətlə hərəkət edirlər. Deyirəm, oradakı su 500 dərəcəyə qədər qızdırılır. Bu buxar gəlir, bu soplu adlanan borudan çox böyük sürətlə çıxır, gəlir düşür pərlərin üzərinə. Nə baş verir? Başlayır pərləri hərəkət etdirməyə, düzdür? Pər də hərəkətə gəldikdə vəssalam mühərrik başlayır işləməyə. Yəni burada buxar turbinində nə oldu? Qazın daxili enerjisindən istifadə olunur. Daha doğrusu buxarın daxili enerjisindən istifadə olunur. Buxar deməli qaynadıqca daxili enerjisi artır, sürətlə sopludan çıxır və daxili enerji gəlir pərlərin üzərinə düşərək hərəkətə gətirib mexaniki enerjiyə çevrilir. Ümumiyyətlə hərəkət olan yerdə mexaniki enerji olar da. Bu adlanır bizim buxar turbininin çox qısa bir şəkildə sizə izah elədim nə demək olduğunu. Bir də qeyd etdik ki, daxili yanma mühərrikləri var. Aha, daxili yanma mühərrikləri bax bu şəkildə olur. Burada nə baş verir? Onu deyək. Daxili yanma mühərriklərinin 4 dənə taktı olur. Buna takt deyirlər. Takt nədir? Yəni baş verən prosesdir. Prosesin adına takt deyirlər. Birinci takt soğurma taktıdır. Soğurma taktında nə baş verir? Deməli, burada bu porşeni görürükmü? Bu porşen düşür aşağı. Porşen düşür aşağı. Burada yer açılır. Bu yerə nə dolur? Buradan benzin dolur bu yerə. Porşenlə, bax, benzin. Elə ki, maşındır. Benzin doldu mu bura? Doldu. Sonra keçir ikinci takta. İkinci takt nədir? Sıxılma taktı. Sonra bu dolmuş benzini yuxarı eləyirlər ki, burada sıxılsın. Porşeni yuxarı eləyirlər ki, benzin sıxılsın. Benzin sıxılır. Burada elə bir həddi gəlib çatır ki, burada da bir dənə alışqan var. O alışqan öz-özündən yanır. Çünki benzin sıxılır axı. Sıxıldığından o sıxılma nəticəsində alışqan yanır. Alışqan yananda çevrilir üçüncü takta. Üçüncü takta nə olur? Alışqan yanır və buradakı benzini də yandırır. Burada təsəvvür edin, benzindən o elə bir qazlar əmələ gəlir ki, porşeni çox böyük sürətlə özü heç nə yox. Çox böyük sürətlə porşeni aşağı itələyir. Yəni iş görüldü da, düzdürmü? Artıq burada mexaniki enerji daxili enerji mexaniki enerjiyə çevrildi. Deməli, benzin yandı, yanma nəticəsində daxili enerji əmələ gəldi. O daxili enerji benzindən çıxan qazlar yaradır da, o qazlar porşeni aşağı itələdi, hərəkət yaratdı və burada daxili enerji mexaniki enerjiyə çevrilmiş oldu. Vəssalam, iş görüldü, artıq mühərrik işə düşdü, ondan sonra bu proses təkrarlanır. Sonra nə olur? Axırıncı takt, xaric etmə taktı. Artıq burada yanmış benzin məhsullarda təzədən porşeni yuxarı eləyir ki, buradan benzin məhsulları belə deyək çölə çıxa bilsinlər. Vəssalam, bu da olur daxili yanma mühərriyinin belə deyək iş prinsipi. 4 taktı oldu. Soğurma, sıxılma, iş görmə, xaric etmə adlarının da elə öz proseslərlə bağlıdır. Bunları bilmək məcburiyyətdə deyilik. Sadəcə mən yenə də deyirəm ki,
tam mənasını başa düşək. İndi istilik mühərriklərində hər bir istilik mühərrik fərqi yoxdur. İstəyir daxili yanma mühərrik, istəyir buxar turbini, istəyir reaktiv mühərrik fərqi yoxdur. Hər birinin əsas 3 hissəsi olur. İndi onlarla tanış olaq. Deməli, burada hər bir istilik mühərriyinə birinci Q1 qədər istilik verilməlidir. Bu qızdırıcıdan alınan istilik miqdarıdır. Aha, bu qızdırıcıdan mən istilik miqdarını aldım. Sonra nə baş verir? Qızdırıcıdan alınan istilik miqdarını alan işçi cisim, yəni işçi cisim burada nə bilim porşendir, nədirsə də hər nədirsə. İşçi cisim nə edir? Bu qızdırıcıdan alınan istilik miqdarı hesabına iş görür. Görülən o iş bizim üçün faydalı iş hesab olunur. Deməli bu nədir? İşçi cismin gördüyü iş. Amma bir şey yadımızda saxlayaq ki, işçi cisim hər zaman gördüyü iş %100 olmur. Məsələn, tutalım ki, sən qızdırıcıdan 10 kilojol istilik miqdarı almısan, düzdür? Onun 10 kilojolun 10 kilojol ilə də iş görə bilirlərmi? Yox. Burada mütləq uşaqlar itki olmalı deyil. İtkisiz heç vaxtda heç bir mühərrik işləyə bilməz. %100 iş əmsalı 100 olan heç bir mühərrik yoxdur. Yəni burada işin müəyyən qədəri itki olmalıdır. Deməli məsələn tutalım ki, qızdırıcıdan 100 kilojol istilik miqdarı alındı, amma işçi cisim 8 kilojol iş gördü. Bəs bu yerdə qalan 2 kilojol nə olur? Təbii ki, soyuducuya gedir də. Yəni bu da o Q2 o adlanacaq. Q2 nədir? Bəs soyuducuya verilən istilik miqdarı hesab olunacaq. Aha, soyuducuya verilən istilik miqdarı. İndi tutalım ki, mən buradan faydalı işi tapmaq istəyirəm. Faydalı iş burada nə olacaq? Q1-dən aldığımdan, qızdırıcıdan aldığımdan Q2-yə verdiyimi, yəni soyuducuya veriləni çıxacam da təbii ki. Burada çox vaxt soyuducu atmosferi olur, o da yadımızda saxlayaq. Bu şəkildə. Yəni faydalı iş əmsalı da olur, Q1 çıxaq Q2. İndi mən tutalım ki, faydalı iş əmsalını tapmaq istəyirəm. Bu bizim faydalı işimizdir. Faydalı iş əmsalı nə idi? Ümumiyyətlə biz əvvəlki dərslərimizdə nə bilirik? Faydalı iş əmsalı odur ki, yəni heç bir mühərrik %100 fayda verə bilməz də. Burada itki olmalıdır. Bəs mənim fayda verdiyim nə qədərdir? Onun faizlə tapılmağı faydalı iş əmsalıdır. Faydalı iş əmsalı eta hərfi ilə işarə olunurdu, düzdürmü? Eta nə idi? Gördüyün faydalı işin tam işi olan nisbəti, düzdür? A faydalının tam işi olan nisbəti. İndi burada tam iş nədir? Qızdırıcıdan aldığımdır da tam iş uşaqlar. Tam iş mənim qızdırıcıdan aldığımdır. Ona görə də burada tam işin də yerinə Q1 yazıram. Vuraq 100%. Vəssalam. Bu da olur bizim faydalı iş əmsalının düsturu. O da bərabərdir. İstəsəm faydalının yerində Q1 çıxaq Q2 yazaram. Bölək Q1 öz yerində. Burada başqa-başqa məxrəc şəklində yazsam Q1 bölək Q1 çıxaq Q2 bölək Q1 alaram. Düzdür? O da bərabərdir. Buradan nə alıram? Q1 1-dir da. 1 çıxaq Q2 bölək Q1 vuraq 100%. Vəssalam. Bu düsturların fərqi yoxdur. Onsuz ikisi də eyni şeydir. Sadəcə yəni ola bilər ki, birdən hansı düstur faydalı iş əmsalının düsturudur deyər. Təbii ki, onda bax bu düsturları biz götürməliyik. Deməli, bu olur faydalı iş əmsalının düsturu. Həmçinin aşağıda aldığımız eta bərabərdir. 1 çıxaq Q2 bölək Q1 vuraq 100% də yenə də nədir? Faydalı iş əmsalının düsturudur. Yəni, bunları da mütləq şəkildə biz bilməliyik ki, sabah bir gün məsələ misallarımızda çətinliyimiz olmasın. Bu belə. İndi bir dənə də faydalı iş əmsalının bir dənə də nüansı var. Burada Karno düsturu deyilən bir düstur var. Temperaturlarda ifadə oluna bilər bu. Yəni, eyni bunun kimi də, gəlin onu da bir dənə nəzərdən keçirək. Yəni, burada həm də sən faydalı iş əmsalını bu şəkildə yaza bilərsən. Eta bərabərdir. Deməli, T1 çıxaq T2 bölək T1. Vuraq 100%. Bax, bu şəkildə də ifadə görə bilərik. Burada T1 nə olacaq? T1 təbii ki, deməli, qızdırıcının temperaturudur, T2 də soyuducunun. Bunu yenə ayrı-ayrı məxrəc şəklində mən yazsam, T1 bölək T1 çıxaq, T2 bölək T1 alaram, düzdür? Yəni, vuraq 100%-dir, uşaqlar öz yerində də o 100% mütləq olmalıdır, faizlərlə ifadədə. O da bərabər olacaq nəyə? Buradan alıram ki, belə deyək də, eta bərabərdir. T1-i T1-ə böləndə 1 çıxaq, T2 bölək T1, deməli, vuraq 100%. Hə. Bu da olur bizim eta üçün aldığımız başqa bir düstur. Yəni, bir yaxşı istilik miqdarı iləndir, amma bu şəkildə biz temperaturla da görməliyik. Temperaturla da görəndə çalışaq ki, özümüzü çaşdırmayaq, yaxşımı? Yəni, buna diqqətli olaq. Aha, sonra burada bir dənə də qeydimiz var. O qeydimiz də nəzərdən keçirək, onunla da məsələmiz bağlanır. Baxın, burada belə bir qeyd ola bilər ki, adiabat proses haqqında bir dənə şey deyəcəm. O da qeyd edək, adiabat prosesdə nə var?
Adiabat proses yazıram. Adiabat prosesdə biz nə demişdik? Adiabat proses demişdik ki, Q'nun 0 olduğu halda da, düzdür? Q'nun 0 olduğu halda. İndi burada Q 0-dırsa, mən demişdim ki, daxili enerji xarici qüvvənin gördüyü işə və yaxud da qazın gördüyü işə əks işarə ilə bərabərdir. Onda deməli, burada qazın gördüyü iş nədir? Qazın gördüyü iş əks işarə ilə olacaq daxili enerjinin dəyişməsi. Yəni delta U-ya. Onda burada da yenə mənfi, deməli 2-də 3 P delta V məsələn şəklində yaza biləcəyik. Düzdür? İndi o da bərabərdir. Sən burada mənfini itirmək istəyirsənsə, delta da əslində 2 çıxaq 1-dir. Mən burada yazaram ki, 2-də 3 P lap belə yazaq. Deməli, P1 V1 çıxaq P2 V2. Yəni əslində deltada 2-dən biri çıxırsan da, mən 1-dən 2-ni çıxdım ki, buradakı mənfini itirə bilək. Və salam, bu da olur bizim işin ifadəsi hansı prosesdə? Adiabat prosesdə. Yəni adiabat prosesdə Q 0 olanda artıq sən işi belə deyək də P delta V ilə getmirsən. Burada daxili enerjiyə bərabər olmalıdır axı. Ona görə də təbii ki, daxili enerjidə 2-də 3 ilə olduğuna görə iş də burada artıq 2-də 3 ilə ifadə olunacaq. Bundan başqa adiabat prosesdə həm də qrafiki də göstərə bilərəm. Bəs daxili enerjinin, məsələn, tutalım ki, işdən asılılıq qrafikini istəyir bizdən, düzdürmü? Belə göstərək, daxili enerjinin işdən asılılığı, delta U-nun, deməli, qazın gördüyü işdən asılılığı, onu düz asılılıq olacaq təbii ki də, amma mənfidə düz olacaq. Yəni, bax belə. Mənfi rüblərdə. Çünki burada mənfini biz rahatçılıqla görə bilirik də. Axı, daxili enerji xarici qüvvənin gördüyü işə bərabərdir. Əks işarə ilə qazın gördüyü işə bərabərdir. Ona görə də qrafikimiz bu şəkildə olur. Bunları da mütləq yadda saxlayaq.